Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesi davam etdirilir. Bu çərçivədə növbəti 119 ailə ümumilikdə 535 nəfər Cəbrayıl rayonunun Şükübəyli kəndinə yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş kənddə daimi məskunlaşmaq imkanı əldə ediblər. Allah şəhidlərimizə rəhmət eləsin, qəni-qəni, qazilərimizə can sağlığı versin. Bugünü bizə yaşatdılar, Allah prezidentimizin canı sağ eləsin. Çıxanda bir yoldaşımızdır, bir mənim, bir də oğlum. Benim də şükür Allah, nəbəm, dadım, hər bir şeyim var. Prezidentimizə təşəkkür edirik. Bütün bu işlərdə kimin nə gücü çatıb, kimsə kömək edib, onlara təşəkkür olsun. Bütün şəhidlərimizə də rəhmət olsun ki, onların sayəsində biz o torpaqlara qayıdırıq. Köşkünü pis xatırlayırıq, indi şükür. Qayıdırıq öz yerimizə, yurdumuza. Allah prezidentimizin canı sağ eləsin. Sizin canınızı sağ eləsin, şəhidlərimizin yeri rahat olsun. Qurban olum onlara. Mən bacım oldu, xalam oldu, şəhid oldu. Oradan çıxanda 17 yaşımdaydım, indi 50 yaşım içindəyəm. Allah prezidentimizin canı sağ eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bu sevinci bizə yaşatdılar. Çox sevinçli gündür. Göründüyü kimi, doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə, Şükürbəyliyə qayıdan hər bir ailə də Qarabağın yenidən dirçəliş sənaməsinin canlı iştirakçısına çevriləcək. Zeynəb Müzəffərli, Hüseyin Bağırov, Real.